Deməli, sertifikasiya imtahanı 2024. 2024 sertifikasiya sualları ətraflı bir şəkildə analiz edə gəlin baxaq birlikdə. Baxın, ilk öncə bu quruluş tez-tez düşür. Mən ilk öncə bunu normal formada yazacağım müəllimlər. Əslində bu nəqli cümlə olsa, necə olmalıydı? Normalda belə olmalıdır. It ilə başlayır, sonra xəbər gəlir. It was. Sonra sifət gəlir. It was hard. Yəni, birinci mübtəda kimi it qoyulur. Sonra to be feili gəlir, was. Sonra da bizim sifətimiz gəlir. Quruluş budur. It was hard. Quruluş budur. Deməli, davam edirəm. It was hard. Çətindir. Sonra gəlir to-lu məsdər. To translate. Axırda da the article. Yəni, məqaləni tərcümə etmək çətindir. It was hard to translate the article. Quruluş budur. Amma nəqli yox, bizə sual cümləsi veriblər burada. Sual cümləsi şəklində veriblər. Sual cümləsi şəklində olanda burada gördüyünüz was keçir mübtədadan önə. Yəni, necə olur? Yazıram indi. Was it hard? Geri qalan hər şey olduğu kimi qalır. Was it hard to translate the article? Bu formada olur. İndi mən bu formada olan testlər sizə çalışacağım. May ayında hər gün hazırlayım. İndi hal-hazırda bunun üzərində yadda saxlamağa çalışın və bu izaha bir neçə dəfə baxmağa çalışın. İndi burada mübtədadan önə köməkçi feil keçirilibdir. Gəlin bir quruluşa baxaq. Birinci köməkçi feil, yəni 2 ilə başlayır. 2, yuxarıda yazıram. Sonra mübtəda, yəni sual cümləsində köməkçi feil, sonra mübtəda it. Sonra sifətimiz öz yerindədir. Hard. Sonra to. Sonra translate. Sonra the. Sonra article. Yəni 2, 3, 1, 5, 4, 7, 6. 2, 3, 1, 5, 4, 7, 6. Y bəndi burada bizim doğru cavabımız Y variantı olacaq bu testdə. Y bəndi. Keçirəm digər tərəfə, ikinci sualımıza keçirik. İkinci sualımızda dialoq qurmadır. Deyir ki, have you bought tickets to the tomorrow workshop? Elə bu da düşmüşdü, yadımdadır. Sən deyir, bilet almısanmı sabahki seminara, yəni workshopa, seminara, sabahki görüşə, iclasa deyək də, bilet almısanmı? Nuray da deyir ki, bəli, almışam. Yes, I bought last week. Bəli, keçən həftə almışam deyir. İndi burada Samir yenə bir cümlə deyir. Nuray da deyir ki, düşünürəm ki, çox məlumatlandırıcı olacaq. İndi burada belə bir məntiq var ki, bunlar bu seminarla maraqlanırlar və son cümlədə də bəli, düşünürəm ki, məlumatlandırıcı olacaq. Müsbət bir münasibət var bu seminara qarşı. A variantında deyir ki, mən qeydiyyatdan keçməyi unutmuşam. Yəni burada son cümlədə onunla bağlı, yəni niyə keçmədin, amma mən keçmişəm, belə bir şey yoxdur. Mən düşünürəm ki, deyir, çox məlumatlandırıcı olacaq. Yəni ki, sanki bunlar hər ikisi iştirak edirlər. B bəndi qalsın. C bəndində mən onunla maraqlanmıram kimi bir cümlə gəlsəydi, burada da ona zid bir şey olmalıydı. Amma mən düşünürəm ki, məlumatlandırıcı olacaq. Burada but, though, yəni ki, belə bir ziddiyyətlər olması lazım idi. Don't mention, yəni xatırlatma, yada salma deməkdir. Ayzə birincisi Ayzənin olduğu cümlədə inkar olmalıdır. İkincisi də inkar bir şey olsa mən Ayzəyə qaytara bilərəm. Burada inkar bir şeylər yoxdur. Burada doğru cavabımız sadəcə B variantı olacaq. Yəni Samir bundan soruşur, bilet almısanmı? Nuray deyir, bəli, keçən həftə almışam. Samir də deyir, mən də həmçinin. Nuray da deyir ki, düşünürəm çox məlumatlandırıcı olacaq.
Doğru cavab B variantıdır burada. B bəndi. Sonra üçüncü sual bağlayıcı testidir. Mənim bacım deyir, pəncərəni açdı. Çox isti idi. Çox isti idi. Deməli, həmişə bağlayıcıda nə edirsiniz? Boşluqdan sonranı əsas götürürsünüz. Boşluqdan sonra bizim üçün önəmlidir. Çox isti idi. Bax, bu bir səbəbdir. Boşluqdan sonraya baxın həmişə. Cümlə əgər boşluq cümlənin başında olarsa, deməli, baxın, bu hissəyə baxacaqsınız. Yox, boşluq cümlənin ortasındadırsa, deməli, bu hissənin mənasına baxacaqsınız. Burada səbəb mi var, burada ziddiyyət mi var, nə var? Burada mən görürəm ki, isti idi, səbəbdir. Səbəb olanda nə seçməliyəm? Səbəb olanda because, çünki isti idi. Çünki isti idi, because. Batdı, zoldu, o, despite'dır, bunlar ziddiyyətdir. So da nəticədə istifadə olunur, nəticədə. Misal üçün, so necə ola bilərdi, onu deyim sizə. Əgər çox isti idi hissəsi başda gəlsəydi, birinci gəlsəydi, birinci. Sonra boşluq olub, bacım pəncərəni açdı hissəsi ikinci yerdə gəlsəydi, onda bura so qoya bilərdiniz. Çünki buna görə də bacım pəncərəni açdı, nəticə. Yəni, çünki so özündən sonra nəticəni götürür. Nəticəni. Nəticə hissəsində, yəni burada, bura nəticə hissəsində so qoya bilərsiniz. Oldu? Amma bizdə səbəb hissədə boşluq var və bu hissəyə isə səbəb, yəni because. C bəndi doğru cavab olacaq. Dördüncü sualda Kənan məchul növdür. Göstərdi mənə şəkillərini. Həmişə birinci zamana baxın. Zaman keçmiş zamandır. Məchulun da quruluş düsturu to be plus verb 3-dür. Keçmiş zaman istifadə edirəmsə, to be-nin keçmiş zamanı, yəni was, were istifadə olunmalıdır. Və qaydalı feildə onsuz da verb 3 yenə də ed olaraq show it formasında qalacaq. Yəni, bu quruluşu axtarmaq lazımdır variantlarda. A variantında var. B variantında yoxdur. B variantında keçmiş, bitmiş lazım deyil. C bəndində var. D bəndində was və-dən sonra being istifadə olunmaz. Y variantında da ümumiyyətlə was və yoxdur. Mən görürəm ki, iki variant qaldı. A variantı qaldı və C variantı qaldı əlimizdə. İndi, birincisi, burada Kənan sözü hamını çaşdırıbdır. Gəlin, A ilə C-ni saxlayım. A və C. Kənan sözü çaşdırıbdır. Burada Kənan görməklə çaşmayın. Çünki Kənan göstərdi. Nəyi göstərdi? Şəkillərini. İndi burada Kənanın şəkilləri göstərildi. Yəni, Kənan deyil, ha, bu. Kənanın şəkilləri göstərildi. Bax, bu formada. Yəni, burada mübtədada bir problem yoxdur A variantı və C variantı. Sadəcə, nədir burada? Kənanın şəkilləri göstərildi mənə, yəni to me. Sadəcə bir to məsələsidir burada. Mənə göstərildi. Və belə bir şey var ki, burada məchul var. Məchul feil adətən özündən sonra to götürür. Həm də yəni heç götürməsə də tərcümədən bəllidir ki, mənə göstərildi to me formasında. Showed, showun formasında doğru cavabımız A variantı olacaq burada. Sonra 5-ə baxırıq. 5-də köhnə 9-cu sinif kitabından, yenə deyirəm, bunu hər dəfə də deyirəm. Köhnə 9-cu sinif kitabından olan bir idiomdur. Bu kitabın idiomları yenə düşərmi? Mən sizə əslində atdığım PDF-lərin içərisində də var. Bir də qrup 2-yə atmış olduğum 9-cu sinifin köhnə atalar sözlərinə filan baxın. Yəni, məsləhət görürəm. Düzdür, yəni kitab artıq yenilənibdir yenilənməyinə, amma hər ehtimal, yəni işimizi riskə atmadan baxmağınızı məsləhət görürəm. Yəni, həmin nəyə baxmağımızı məsləhət görürəm. Burada nədir? Burada idiom nədir? Make hay while the sun shine. Günəşin parladığı zamanda, misal üçün, ot nəsə eləmək, yəni ki, ot düzəltmək filan. Yəni, qısacası idiomun mənasını bilmək lazımdır. Bəzən tərcümə ilə bəzən çıxmaya da bilər. Bu idiomun mənası take advantage of a situation that is favorable to them while they have a chance. Yəni, uzun sözün qısası mənası nədir?
bir şeyi edərkən bir şansa sahib olmaq mənasında istifadə olunur. Yəni necə deyim, fürsəti istifadə etmək və yaxud da fürsətdən istifadə etmək, şanslı bir vəziyyətdən istifadə etmək və yaxud da şans üzünüzə gülərkən bir iş görmək mənasında istifadə olunur. Yəni şans üzünüzə gülərkən bir şeyi görmək mənasında istifadə olunur. Yəni mən bir iş görürəm və günəş çıxıbdır. Yəni yağış yağmır, qar yağmır, boran yoxdur, fırtına yoxdur, qasırğa yoxdur. Yəni o zaman da mən gözəl, günəşli bir havada iş görürəm. Yəni ki, e, e, necə deyim, şans üzümə gülərkən, şans üzümə gülməsidir iş görərkən. Y variantı doğru cavab olacaq. 6 yəli kal, bu biraz çox istifadə edirlər bu formanı. Öndəki təyin edicini əsas götürürlər. Burada balaca zislə balaca zət durursa, arxasınca tək ismi gətirməyimiz lazımdır. Amma böyük formaları, yəni zislə zous durursa, cəm ismi gətirməyimiz lazımdır. Bizdə də böyük zis durduğuna görə cəm isim olması lazımdır. Təkləri çıxıram. Y bəndində cəm isimə sadəcə apostrof artırılır, ikinci S artıqdır. A və B variantı qalır. Oğlanlar ana yox, oğlanların anası yiyəli kaldan söhbət gedirsə, təbii ki, ya apostrof S, ya da ki apostrof. İkisindən biri olmalıdır. Bizdə də cəm isim olduğuna görə S bitişir. Sonra da sadəcə apostrof artırırıq biz burada. C bəndi doğru cavab olacaq bu testdə. Yəni cəm isimdə misal üçün student yazırıq da. S bitişdi mi? Cəm isim oldu mu? Yiyəlikdə sadəcə apostrof əlavə olunur. Amma təkdə olsa, zis olsa, onda student sözü qalır təkdə, apostrofdan sonra S əlavə olunur. Cəm isimdə isə sadəcə apostrof əlavə olunur. Sonra 7-ci testə baxırıq. 7-ci testdə müəllim kağızları sabah paylayacaq, verəcək. Give out mənanı çıxartmaq olur burada. Give out. B variantı doğru cavabımız olacaq. Give out. Payladı, verdi müəllim vərəqləri. 8-ci sual. Parafraz eləmək lazımdır. Mənanı fərqli şəkildə çatdırmaq lazımdır. Diqqətli oxuyun. Baxın, burada sadəcə diqqətli oxumaq lazımdır. O hər şeyi etdi. She did everything. O hər şeyi etdi. Onu inandırmaq üçün. Onu inandırmaq üçün. Nəyə inandırmaq üçün? Not to move abroad. Xaricə köçməməyə, daşınmamağa inandırmaq üçün əlindən gələni etdi. Amma imkansız, yəni mümkünsüz idi. Bu imkansız idi, mümkünsüz idi. Görürsünüz, cümləni bir neçə hissələrə böldüm ki, çalışıb səhv eləməyək. İndi baxın, elə A variantı doğru cavabdır. Onun səylərinə baxmayaraq, əlindən gələni etməsinə baxmayaraq, burada. She was unable. O bacarmadı, bacarıqsız oldu. Onu inandırmaqda bacarıqsız oldu. Bunları da bölürəm belə hissələrə. Not to relocate overseas, yəni xaricə daşınmamasına, köçməməsinə inandırmaqda bacarıqsız oldu. Nələr ediblər? Burada despite veriblər. But-ın əvəzləyicisi kimi ziddiyyəti veriblər. Əlindən gələn bütün səylər, bunu da she did everything-i burada çeviriblər. Yəni hər şeyi etdi, ən çox səylərinə baxmayaraq. Sonra unable, yəni mümkünsüz oldu, bacarmadı, impossible sözünü veriblər bu formada. İnandırmaq olduğu kimi qalıbdır. Not to move abroad, xaricə köçməmək, not relocate mənasında veribdir. Yenidən başqa bir yerə daşınmamaq mənasında not relocate. Abroad-dakı overseas, yenə də xaric sözünü də overseas ilə veriblər. Bu formada çevirmə ediblər. A variantı. B-də isə deyir, bütün səylərinə görə. Because of artıq burada səbəbdir, görə. Bizdə isə but, yəni ziddiyyət verilməlidir. Yəni səylərinə baxmayaraq olmadı. Yəni burada despite, yəni but-la uyğun gəlir. Amma because səylərinə görə, cəhdlərinə görə o fikrini dəyişmədi. Səylərinə görə yox, səylərinə baxmayaraq oldu.
C bəndi. O hər bir cəhdi elədi xaricə getməyə, keep him from relocating abroad as nothing worked. Burada da məna yoxdur sadəcə olaraq. Heç nə işləmədiyinə görə, burada yenə də as, yenə də burada baxın, yenə də as, because, səbəblər. Burada səbəb bağlayıcıları verirlər. Amma bizdə ziddiyyət bağlayıcıları istifadə olunmalıdır. Burada zidd bir durum var yəni ki. D bəndində she did all she could to prevent him from moving abroad because, burada yenə because-la veriblər. Baxın, çünki mümkünsüz oldu. Çünki yox, amma buna baxmayaraq mümkünsüz oldu. Bağlayıcını düzgün verməyiblər. Bəli, bağlayıcılara burada ciddi fikir vermək lazımdır. O bütün səylərini etdi, onu dayandırmaq üçün. Due to yenə də görə deməkdir. Görə. Yenə də səbəb. Elə due to, elə as kimi, because of kimi, because kimi səbəbə aid bir şeydir. Bizdə isə cümlənin mənası zidd bir mənadır. O da A variantı doğru cavabdır. Səylərinə baxmayaraq inandırmağa bacarmadılar onu. A variantı olacaq cavab. 9-cu sualda avtobus sözü var burada. Nəqliyyat vasitələri, yəqin ki, yadınıza gəlir, ilk testlərdən idi. Öndə heç bir artikel yoxdur. Öndə heç bir təyinləyici yoxdur. Öndə heç bir təyinləyici yoxdursa, by işlənməlidir. Nəqliyyatdan ümumiyyətlə biz istifadə olunmur, for istifadə olunmur. Qalır bu istifadə olunanlar. By birbaşa bağlanır müəllimlər. Misal üçün, by car və yaxud da by bus və yaxud da by plane. Ortada artikel olmadan birbaşa bağlanır. In isə, inlə on artikel istəyir. Misal üçün, in a car və yaxud da in my car. Ortada nəsə olur? On da eyni formada, on the bus olardı. Və yaxud da on the train olardı. Yəni, ortada artikel olması lazımdır. Nəsə bir artikel, nəsə bir təyin edici. Bizdə isə birbaşa bağlandığına görə by, C bəndi doğru cavab. 10-cu sual inversiyadır. İnversiyada dedim ki, cümlənin önündə inkarlar olur. Cümlə başında inkarlar gəlir. Oldu? Və inversiyanın qaydası nə idi? İnversiya mübtədadan önə keçən feildir. İndi bunun qaydaları var. Bəzən əsas feil də keçir önə. Əsas feil də ola bilər keçən. Bu, bəzən köməkçi feil də ola bilər önə keçən. İndi onun da özünün xüsusi halları var. Bizdə no sooner bağlayıcısı, inkar söz. İnkar söz gələndə köməkçi feil keçir önə. Köməkçi feil keçir önə. İndi, mən baxıram ki, Y bəndində mübtəda gəlib, öndə köməkçi feil yoxdur. B bəndində də mübtəda gəlib, öndə köməkçi feil yoxdur. Harada köməkçi feilimiz var? A bəndində hədd keçibdir önə, C bəndində hədd keçibdir önə, D bəndində hədd keçibdir önə. Baxın, burada köməkçi feil keçənləri saxlayıram. Nədir? Geri qalanına baxaq. Had the game started, had the game started, had the game started. Artıq ikinci tərəfdə mübtədadan önə ikinci tərəfdə köməkçi feil keçməməlidir. Burada did keçib D bəndində. Və yaxud da C bəndində yenə də mübtədadan ona came feili keçibdir. İkinci tərəfdə artıq mübtəda, sonra da xəbəri qalır. Baxın, görürsünüz, mübtəda, sonra da xəbər. A bəndi doğru cavabdır. No sooner-ı görəndə mübtədadan önə köməkçi feili keçirdim. Amma ikinci tərəfdə mübtədamdan önə heç nə keçirmirəm. Sadəcə xəbər qalır burada. Bir də deyirəm, no sooner, iki mübtəda var bu cümlədə, mürəkkəb cümlədir. Sadəcə birinci, yəni başda keçirirsiniz mübtədadan önə köməkçi feili. İkinci tərəfdə keçirmirsiniz. İkinci tərəfdə mübtədadan sonra gəlir xəbərimiz. Mübtədadan sonra. Bu, qoşa bağlayıcılar deyirlər. No sooner, than var. Sonra hardly, when var. Və yaxud da scarcely, when var. Barely when də düşə bilər. Barely when. Bunları göstərim. Barely when. Hər hansı bir cümlə başında inkar ola bilər. Never ola bilər. Never. Notla olan şeylər gələ bilər. Yəni, inkarlar, bu little sözü də inkar mənada istifadə olunur. Hardly sözü və s. Bunlar, belə inkarlar gələndə çox uzağa getməyin, yəni ikinci tərəfə.
Burada mübtədadan qabağa köməkçi feili keçirin, ikinci tərəfdə keçirməyin. İkinci tərəfdə normal dursun cümlə quruluşumuz. Əgər belə mürəkkəb cümlə düşərsə yenə də ikinci tərəfdə normaldır, mübtədadan qabağa feil keçməməlidir. Birinci tərəfdə keçməlidir mübtədadan qabağa feil. Bu da A variantını bizə doğru cavab edəcək. 10-cu sualda. Sonra 11-ci suala baxırıq. 11-ci sualda deməli, budaq cümlənin növünü istəyir. Clause. Clause, type of clause. Type növ deməkdir. Budaq cümlənin növü nədir? Baxın, o qaldı, içəridə qaldı. O içəridə qaldı. Çünki güclü yağış yağırdı. Burada içəridə qaldı. Nəyə görə? Çünki güclü yağış yağırdı. Because-u tanıyırıq da. Because dedik ki, səbəb. Sadəcə buradan səbəb adını seçməyiniz lazımdır artıq sizə. Yəni, səbəb mənasını seçmək lazımdır. O da səbəb nədir? Reason. Səbəb budaq cümlə. Y bəndi doğru cavabdır. Y bəndi reason. Səbəb budaq cümlə. Y bəndi. Sonra 12-ci suala baxırıq. Hang in there. Bu idiomun bizə mənası lazımdır. Belə tərcümə etsəm, hang asılmaqdır. Asılmaq, asılı qalmaq. There də orada. Orada asılmaq mənasında. Bunun mənası nədir? Bunun mənası odur ki, yəni israrlı olmaq və əl çəkməmək. Yəni, necə deyirik, kiməsə deyirik, döz, tab gətir, dayan, yəni təslim olma, bəli. Yəni ki, israrlı qalmaq, əl çəkməmək, yəni asılıb qalmaqda, yəni ki, dözmək, davam gətirmək. Remain persistent and don't give up. D bəndi doğru cavab olacaq. 13-cü sualda icbar növ. Buna kauzativ formda deyə bilərik. Artıq məktəb proqramından çıxarıldı bu. Kauzativ, yəni icbar növ düsturudur bu. İcbar növ. İcbar növün quruluşu have və ya get feili, ortada hər hansı bir cansız tamamlıq, sonra da feilin üçüncü forması. Have və ya get feili, cansız tamamlıq, sonra da verb 3 feili. İndi bizdə də nə ediblər? Burada veriblər have feilini. İstənilən formada ola bilər, have ola bilər, has ola bilər, had ola bilər, istənilən formada ola bilər have feili. Ortada cansız tamamlığımız var, şəkillər. Burada da feilin üçüncü forması olmalıdır. Yəni, take yox, took yox, taken. Baxın, take verb 1, took verb 2, taking verb 4, taken verb 3. Bizə lazımdır verb 3 forma. Have, cansız tamamlıq verb 3. Yəni, take, took, taken. A variantı forması lazımdır burada bizə. A variantı. Sonra 14-cü sualda antonim axtarırıq. Hard, antonim. Deyir ki, sən bəzi çətin qərarlar verməlisən. Hard burada çətin qərar mənasında. Çətin sözünün də antonimi nə olar? Asan, easy. Y variantı doğru cavab olacaq. Hard, easy. Görürsünüz, yəni belə də çox daha belə çətin yoxdur da, yəni harddır, easydir. 15-ci sual modal feillər. Yenə sadə bir formatdır. Burada to-nu görürsünüz. May to, can to, must to olmaz. Have to və has to qalır əlimizdə. Mübtədamız da təkdə olduğuna görə təbii ki, has to. Y variantı doğru cavabımız has to olacaq. 16-cı sualda rent sözünün sinonimi. Rent, misal üçün məşhurdur Bakıda filan. Rent a car. Rent a car. Maşın kirayə vermək. Belə yerləri çoxdur. Kirayə, icarəyə vermək mənasında. Bu da sinonimdə nə olar? Sinonimdə olar hire. Hire sözü də kirayə götürmək, kiralamaq mənasındadır. Yəni, belə də burada da çox da bir nə verməyiblər. Düzdür, bayaq ki, hard daha biraz nə idi? Amma bu da yəni ki, yazmağa olası formatdadır. Xüsusilə 8, 9 və 10, 11, 8, 9, 10, 11. Yəni, bu sözlərə baxın, məsləhət görürəm. İnanmıram, köhnə kitablardan verməzlər, yeni kitablara əsaslanarlar deyə düşünürəm. Yəni ki. Digər sözlər, purchase sözü satın almaq deməkdir nə isə, satın almaq.
Own şəxsi mənası var. Şəxsi, özəl, öz mənasındadır. Məsəl üçün, my own car, mənim öz maşınım. Bir də nəyəsə sahib olmaq formasında da gedə bilər. Hire sözünü dedik, kirayə götürmək, kiralamaq mənasında. Buy almaqdır. Tire sözü də feil kimi yorulmaq mənası da var. Tired sifətinin kökü kimi yorulmaq. Amma maşın necə deyim, təkəri mənasında, rezini mənasında da istifadə olunur bu söz. Bizə lazımdır rent, hire, C bəndi doğru cavabdır. Hire. Sonra 17 qayıdış əvəzliklər. Baxın, qayıdış əvəzlik yazanda özünüzü heç vaxt çaşdırmayın. Cümlənin mübtədasına baxın, she. She-dirsə, düşünürəm, bunun qayıdışı nə olar? Himself olmaz, ourselves olmaz, himself olmaz. She'nin qayıdışı herself olur. Herself. Olar mənimlə. Herself olar burada. İndi, burada da introduce feildir. Feildən sonra I olar, yoxsa me? Baxın, iki variant qalıbdır. Feildən sonra təbii ki, tamamlıq forma, yəni me olar da. C bəndi doğru cavabdır. She introduced me herself. O təqdim etdi mənə, mən yox, mənə herself, özünü. O təqdim etdi mənə özünü. Cavab C variantı doğru cavab. 18-ci sual, 18-ci sualda bir yer harda ki bişmiş məhsullar var, misal üçün çörək var, tort var, nə bilim, xəmir xörəkləri, peçenyelər var, hazırlanır və satılır. Nə olar belə bir yer? Belə suallar bizə düşmüşdü. Məkan adları, dükan adları mənasında. Bu da ki bakery'dir. Bakery. Elə burada bread görürsünüz də. Bişirmək, bake, oxşuyur, yəni sözlər oxşuyur. Bakery çörəkçi dükanıdır və yaxud da xəmir məmulatlarının, şirniyyatların, un məmulatlarının satıldığı yer kimi bakery sözünü qarışıq bir şəkildə yadda saxlaya bilərsiniz. Grocery tərəvəz dükanıdır. Grocery tərəvəz dükanı. Cemetery qəbristanlıqdır. Qəbristanlıq. Cutlery bıçaq dəsti kimi gedir. Çəngəl bıçaq dəsti. Delivery də çatdırmaqdır. Çatdırma. Bizə lazımdır bakery, çörəkçi dükanı, şirniyyat yeri, B bəndi doğru cavab. 19-cu sualda bir insan kim ki yaradır, yazır, musiqilər, xüsusilə də instrumentlər üçün, səslər üçün. Deməli, burada çaşdırıcı variantlar singer, composer deyək. Bu biraz çaşdırıcı məqamlar ola bilər. Amma burada bu insan yaradır bunu, yazır bunu. Yaradırsa, yazırsa, alətlərə musiqi yazır, bəstələyir, yaradırsa, bu composerdir. Composer nədir? Composer bəstəkar. Composer bəstəkar. Yəni bunu yaradandır. Writer bu ədəbi yazıçıdır. Bu musiqi ilə əlaqəsi yoxdur. Singer müğənni, bilirik, müğənni. Producer də producer deyək. Bu daha çox filmlər filan belə şeylər. Bu da DJ mənasında. Belə diskoteka filan deyək də, yəni mahnılar. Bizə lazımdır bəstəkar, composer sözü yaradan, yazan mənasında. A bəndi doğru cavab. Sonra 20-ci suala baxırıq. Yenə də nəqliyyat vasitələri düşübdür. Burada artıq nəqliyyat vasitəsinin önündə article görürük. Bayaq by götürmüşdüm, çünki birbaşa bağlanırdı. Misal üçün, by train ola bilərdi. By train. Artıq ortada article var. Artıq biz ora by yazmırıq. Burada qalır in-lə on. In də bilirik ki, istifadə olunur maşın sözü ilə və yaxud da taksi sözü ilə istifadə olunur. Kiçik nəqliyyatlar. Daha böyük nəqliyyatlarla on istifadə olunur. Burada da Z artikli var, olasıdır on Z train. Yəni B variantı doğru cavabımız olacaqdır. Biz heç vaxt götürmürsünüz nəqliyyatlarla. B bəndi. Yenə deyirəm, by olmaqdan ötürü article olmaması lazım idi. Burada article varsa by olmaz. Olur 10. B bəndi doğru cavab.
Sonra 21-21'ə baxırıq. 21-də woman, qadın. Qadın nitq hissəsi kimi isimdir. İsimdir. İsimdən sonra what istifadə olunmaz. Bunu həmişə deyirəm. İsimdən sonra what istifadə olunmaz. Təbii ki, bir canlıdır, bir insandır, which cansızlar üçündür. Whose işləməkdən ötürü whose cümlədə özündən sonra da isim istəyir. Amma cümlədə isim yoxdur, we əvəzlikdir. Nə qaldı? Qadın harda yox, qadın kim ki biz gördük? Y bəndi. İnsan olduğuna görə Y bəndi whom. Qadın kimi ki biz gördük. Gəlin tərcüməsini edim. Baxın, qadın whom. Kimi ki, kiminlə ki biz görüşdük, kimi ki biz gördük. Çox mehriban idi və kömək təklif etdi bizə. Y bəndi doğru cavabdır. 22-ci sualda have hansı ilə deyir? Collocation yaratmaz, hansı ilə birləşmə yaratmaz? Doesn't. Have a shower var, duş qəbul etmək mənasında. Bu var. Sonra have a lesson bir növ dərsim var mənasında istifadə oluna bilər və yaxud da dərsdə olmaq, dərs keçmək mənasında, dərs almaq mənasında. Have a problem, problemi olmaq. Have a good time da yaxşı vaxt keçirmək. For a walk isə istifadə olunur go ilə. Go for a walk bir ifadədir ingilis dilində. Go for a walk gəzintiyə çıxmaq deməkdir. Gəzintiyə çıxmaq. Bu bir əzbər ifadədir. Go for a walk. Gəzintiyə çıxmaq. C bəndi doğru cavabdır. Sonra 23. 23'də yenə zamandan düşmüş sualımız da asan bir sualdır. Sadəcə burada live'i görürəm. Keçmiş olduğunu görürəm bunun. Keçmiş. Və indiki zamanı C bəndindən çıxıram. A bəndindən də indiki zamanı çıxıram. D bəndindən gələcək zamanı çıxıram. Qalır əlimizdə B və Y variantı. Used to haqqında da belə bir şey deyim də. Used to. Problem yoxdur, keçmişdir. Amma artıq burada to var deyə, baxın. Burada to var deyə, bundan sonra gələn feil verb 1, yəni məstər olması lazımdır. Misal üçün, used to speak, misal üçün danışardım. Yəni verb 1, speak. Yəni burada Y bəndində used to visit olmalıydı. Used to visit, visiting yox. Used to visit olmalıydı. Doğru cavabımız olacaq burada visited doğru cavab olacaq. Sizi burada indi mesajdan gördüm. Often çaşdırıb. Bildim. Baxın müəllimlər. Often'dır, seldom'dır. Sonra, yəni qısaca uzatmayaq da always filan. İndiki sadə zamanın göstəriciləri var. İndiki sadə zamanın göstəriciləri. İndiki sadə zaman. Bəli, razıyam. Burada often'ı görüb çox adam avtomatik indiki sadə zaman, yəni A və ya C variantı götürə bilərdi indiki sadə zaman. Amma belə bir şeyi də yaddan çıxartmayın ki, indiki sadə zamanın göstəriciləri həm də keçmiş sadə zamanda da istifadə oluna bilirlər. Keçmiş sadə zamanda da. Nətər bilirlər? Bu cümlədəki digər keçmişi görürsünüz. Lived. Yəni cümlədə başqa bir keçmiş varsa, uzlaşma gərəyi, uzlaşma olsun deyə indiki sadə yox, keçmiş sadə götürə bilərəm onları. Hətta indiki bitmişin göstəriciləri də eyni şeyi yaşayır. Evə, nevə, yəni ki, recently. Bunlar da əslində indiki bitmişdir. Amma cümlədə uzlaşma gərəyi, uzlaşma olsun deyə keçmiş bitmişə də keçə bilər bunlar. Keçmiş bitmişdə də istifadə oluna bilərlər. Eyni zamanda indiki sadənin often göstəricisi cümlədə uzlaşma olsun deyə often olduğu yerə biz keçmiş sadə yazdırıq ki, uzlaşsınlar. Yəni, uzlaşmanı əsas götürün zamanda. B bəndi doğru cavabdır. 24. 24'ə baxırıq. 24'də. Anam mənə dedi, kitab alacaqsanmı sabah? Anam mənə dedi ki, sabah kitab alacaqsanmı? İndi müəllimlər, çox qəşəng bir testdir. Təbii ki, keçmiş oldu müəllimə. Dedim də, burada uzlaşma olmalıdır. Bu keçmiş var deyə keçmiş götürürəm. Yəni dedim də often indiki sadənin göstəricisidir. Amma indiki sadə götürə bilmirəm axı cümlədə keçmiş var. Ona görə keçmiş sadə götürürəm. İndiki sadəni dəyişirəm keçmiş sadə ilə.
İndiki bitmişin göstəriciləri də eyni şeyi eləyirlər dedim. Bax, e və ne və indiki bitmişin göstəriciləridir. Amma uzlaşma lazımdırsa, bu keçmiş bitmişdə də istifadə oluna bilərlər. Keçmiş bitmişə də keçə bilərlər. İndi 24-cü sual. Anam dedi mənə, sabah kitab alacaqsanmı? Və ilk öncə burada baş cümləyə fikir verin. Bu görürsünüz said, görürsünüz said. Hansı zamandadır? Said. Keçmiş zamandadır da baş cümlə. Direct, indirect speech-in bu baş cümləsi, bax bu hissə. Dırnağın içi yox da, digər hissə. %90% keçmiş zamanda olur. Oldu? Keçmiş zamanda. Dırnağın içərisi isə gələcək zamandır, will, görürsünüz. İndi, keçmişlə gələcəyi neyniyim mən bir arada? Mən gələcək yaza bilmərəm axı keçmişdən. Ona görə də bu gələcəyi mən uzlaşma eləyirəm. Bunu keçmişə qaytarıram. Bu will olacaq would formasında. Yəni bizə would lazım olacaq variantlarda. Və bütün variantlarda da would eləyiblər onu. Bax, burada problem yox. Problem nədir? Baxın, bu cümlə sual cümləsidir. Dırnağın içərisində sual cümləsi olsa belə, dırnağın içərisində, dırnaq açılandan sonra o olacaq nəqli cümlə. Yəni, burada mübtədadan öndə köməkçi feil var. Baxın, mübtədadan öndə köməkçi feil var. Oldu? Amma biz çevirəndə bu artıq belə olmayacaq. Biz çevirəndə artıq bu would nəqlidə olacaq. Misal üçün, A bəndində yenə də sual cümləsidir. Baxın, A bəndində yenə də would qabaqdadır. Olmaz. Başqa variantda varmı? Yoxdur başqa variantda. Digərlərində düzdür. Baxın, I would. Y bəndində də, baxın, Y bəndində də sual quruluşundadır. İndi mən nəyə çıxıram? Y bəndini çıxıram və A bəndini çıxıram. Y bəndi ilə A bəndini çıxdım. Sonra, sual cümlələri çevirəndə, biz baş cümlədə nə istifadə eləməliyik? Biz baş cümlədə istifadə eləməliyik. Ask, want to know, wonder. Bu feilləri istifadə eləməliyik. Ask, want to know, wonder feillərini istifadə eləməliyik. Sual cümləsini çevirərkən. Təbii ki, keçmiş zamanda, yəni ki, burada keçmişsə, keçmiş zamanda. Yəni, asked keçmiş zamanda. Told yox. Həm də told, to ilə ümumiyyətlə işlənmir. O da told, to ilə işlənmir. Ümumiyyətlə, told feili nə to ilə işlənmir, nə də zətlə işlənmir. Bu ikisini yadda saxlayın. Bu qızıl qayda kimi bir şeydir. Qaldı bizə ask olanlar. Oldu? Hər şey də burada doğrudur. Eyni zamanda ask da to ilə işlənmir. Askı da to ilə götürmürsünüz. Qalır B variantı doğru cavab kimi. B variantı doğru cavab kimi. Gəlin bir də baxaq. B variantı doğrudur. İlk öncə, mən sual cümləsi çevirdiyimə görə buradakı said feilini əvəz elədim askla. Yenə deyirəm, sual cümləsi çevirirsinizsə ask, want to know, wonder feillərindən istifadə edirik. Və bu feillərdən sonra da yadda saxlayın ki, zət gəlmir, to gəlmir bu feillərdən sonra. Ask istifadə edirik, ask to gəlmədi. Doğru cavabımız B variantı olubdur. Will'i çevirdim would'a. Sual cümləsini çevirdim nəqliyə. Burada will you sual cümləsi idi. Mən burada çevirdim I would elədim. I would. Eyni zamanda deyə bilərsiniz, burada you idi, burada niyə I oldu? Şəxsi əvəzliklər də dəyişir axı mənaya görə. Misal üçün, anam mənə dedi, sən sabah kitab alacaqsanmı? Çevirəndə necə olur? Anam məndən soruşdu ki, mən sabah kitab alacağam. Yəni, artıq burada mən alacağımı deyə çevirirəm. Nəqli cümlə quruluşu, hətta tomorrow-da o da dəyişir, zaman zərfi də dəyişir, following day ilə dəyişir. Doğru cavabımız oldu B variantı burada. İlk öncə nə edin belə testlərdə? Zamanı dəyişin. Sonra da sual cümləsidirsə nəqliyə dəyişin. Və belə şeylərə baxın. Bir də ki, ask, want to know, wonder'dan sonra to götürməyin. Told feilindən sonra to, zət götürməyin və bunlara. A bəndində də said to olmalıydı. Oldu? Say feili ilə tell feilinin fərqi nədir? Say, said. Said feili to götürür. Sonra obyekt gəlir.
Sonra obyekt gəlir. Tell feili isə, tell told feili isə to götürmədən obyekt gəlməlidir. Obyekt gəlməlidir. Sonra 25-ci testdə 5 kitab var stolun üstündə. Söhbət 5 dənədən gedirsə, 5 dənədən. Either və neither istifadə oluna bilməz. Nəyə görə? İngilis dilində either və neither both-u da qata bilərəm bura. İki şey üçün istifadə olunurlar. Hər hansı iki insan, iki şey, iki əşya fərq eləməz. Both-u da çıxıram buradan. Either, neither, both. Either iki şeydən biri, ya o ya bu. Neither ikisinin heç biri, both hər ikisi mənasında istifadə olunur. Qalır B və C variantı. Burada da of var. Biz də bilirik ki, every ofla işlənməz. Biz də demişdim ki, sizə of varsa, every ilə no olmaz. Every ilə no ofla işlənmir. Bir də törəmələr ofla işlənmir. Qalacaq iç doğru cavab kimi C bəndi. Sonra 26-ya baxırıq. 26-da feilimiz, sözümüz nədir? Reach sözüdür. Bu sözün sinonimi. Reach nədir? Reach çatmaq. Harasa çatmaq, getmək, çatmaq. İndi wealthy nədir? Wealthy varlı. Varlı, var dövlətli. Expensive bahalı. Bahalı. Arrive in də var idi, arrive at də var idi. Nə deməkdir? Çatmaq. Leave tərk etmək. Keçmişi də left. Abandon tərk etmək. Doğru cavabımız nə olacaq? Reach çatmaq, arrive çatmaq. C bəndi doğru cavabımız olacaq. C bəndi. Sonra 27-ci sualda 27-ci sualda atalar sözünün definition'ını istəyir. Proverb atalar sözü deməkdir. Proverb deyir ki, you can't make an omelet without breaking the eggs. Əgər yumurtaları qırmadan omelet qayğanaq mı deyim, nə deyim? Yəni qayğanaq düzəldə bilməzsən. Yəni belə loru dildə deyəcəm. Yəni yumurtanı qırmasan qayğanaq düzəldə bilməzsən. Omelet düzəldə bilməzsən. Lap omelet deyək yəni ki. Bu nə deməkdir? Bu nə mənaya gəlir ki? Yəni A variantı. Bir şey əldə eləməyin bir necə deyim, bir zəhməti olmalıdır. Yəni there is always a cost for doing something. Yəni bir şey əldə etməyin bir qiyməti var, bir dəyəri var. Yəni sən yumurta qırmasan qayğanaq yeməyə qayğanaq düzəldə bilməzsən yəni ki. Yəni bir şey əldə etməyin həmişə cost, bir dəyəri var. Bir şey nəsə bahasına, bir şey bahasına başa gəlir. Bu mənada istifadə olunur. Bədəli var, bəli, deyə bilərik. A bənd. 28-də bu atalar sözü see eye to eye. Yəni nə deməkdir loruca? Göz gözə gəlmək və yaxud da göz gözə baxmaq, belə deyək. Mənası nədir? Mənası eyni fikirdə olmaq, bir şeylə razı olmaq, eyni fikirdə olmaq mənasında. Razılaşmaq mənasında istifadə olunur. Yəni razı olmaq, eyni fikirdə olmaq, yəni göz gözə gəlmək. Yəni mən ondan eyni göz gözəyəm, eyni baxırıq bir-birimizə, yəni eyni görürük bu məsələni. Yəni razıyıq mənasında. B bəndi doğru cavab olacaq. 29-cu sual zərf dərsindəndir. Misal üçün Y bəndində onun həyat yoldaşı anidən 64 yaşında öldü. Və burada anidən öldü. Burada zərfdir. Burada olmalıydı suddenly. Died suddenly. Anidən öldü. Yəni L-yı. Zərfin şəkilçisi eli var. D-də sən çox diqqətli düşünməlisən. Carefully. Carefully. Çox diqqətli düşünməlisən zərf. C bəndində isə o bizi mehribanca, dostca salamladı deyəndə salamladı feildir. Burada mehribanca isə, friendly isə sifətdir. İndi sizə çox maraqlı bir şey deyim. Bəs bu sifəti neyniyim mən zərf kimi istifadə edim? Bunu belə deyirik. In a friendly way.
Bax, bunları bu formada zərfə çevirmək olur. Bax, bu formada. Yəni, bunun kimi friendlydir, lovelydir. Misal üçün, lovely sözünü bilirik də, lovely sözü sifət kimi gedir. Lovely. Bunu mən necə zərf edeyim? In a lovely way. Bax, bu formada. Bax, bu. In artırırsınız, burada way artırırsınız. Bunu da zərf edə bilərsiniz. Amma hal-hazırda bu friendly sifətdir burada. Sifət olduğuna görə də zərflə istifadə oluna, feillə istifadə oluna bilməz. B bəndində sən gözəl görünürsən. Burada isə görünmək bağlayıcı feildir. Bağlayıcı feildir. Bağlayıcı feil sifətlə işlənər. Burada pretty yox, elə pretty sifəti işlənməli idi. Oldu? Pretty sifəti işlənməli idi. Və bir də deyirəm, həyat yoldaşı öldü anidən. Suddenly olmalı idi. Daha diqqətli düşünməlisən, carefully olmalı idi. Salamladı zərf in a friendly way formasında zərfə çevrilməli idi. Gözəl görünürsən, look pretty olmalı idi. Zərf yox, elə pretty olmalı idi. Doğru cavab A variantı. O sürətli sürür deyəndə, bəli, bu feilə aiddir. Bu burada zərfdir. Zərfdir. Amma biz bilirik ki, fast sözünün həm sifət, həm də zərf forması fastdır. Yəni, fastly deyə bir şey yoxdur ümumiyyətlə. Fastly deyə bir şey yoxdur. Həm sifət, həm də zərf forması bunun fastdır. Eyni qalır. A bəndi doğru cavab. 30-cu sualda indi şagirdlər həyətdə oynayırlar. Bax, indi. İndi bu nədir? İndiki davam edici zaman. İndi, hal-hazırda. İndiki davam edici zaman. Now ola bilər, at present, at the moment, still, hələ də, nowadays, bu günlərdə, belə göstəriciləri var. Əmr və nida sözləri var. Look, bax, nə bilim, listen, qulaq as. Bunlar da indiki davam edici zamanın göstəriciləridir. İndiki davam edici zaman am, is, are, ing, iki variant var. C və D variantı. Burada da mübtədəyə baxırsınız ki, cəmdədir, cəmdə are playing, yəni C bəndi olacaq. 31 yenə də məşhur forma, bunu sevirlər nəsə. Burada təyin ediciləri tutturmaq lazımdır. Nə ilə tutturmaq lazımdır? Of'un sol tərəfi ilə. Burada of'un digər tərəfinə keçmirsiniz. Of'un soluna, yəni birinci tərəfə baxırsınız. Oldu? İndi gəlin baxaq. A bəndində this tək isimlə işlənir, amma pairs burada cəmdədir. Uyğun gəlmir. B bəndində böyük this cəm isimlə işlənir, amma pair burada təkdədir. Uyğun gəlmir. C bəndində balaca this və burada tək isim uyğun gəlir. D bəndində böyük those cəm isim olar, amma burada S olub cəmlənməli idi. Y bəndində balaca z tək isim olar, amma yenə də corab sözü cəmlənməli idi. Yəni, corab sözü elə bir sözdür ki, corabı bir qırağa qoyun. Burada cüt sözü var. Cüt. Bir cüt deyirsinizsə, orada sağ və sol tay olaraq götürəndə cəmdə olmalıdır. Yəni, ingilis dilində cüt sözüdür, pair. Qrup sözüdür. Bir də salxım, dəstə, bunch sözüdür. A pair of, a group of, a bunch of. Bunlardan sonra gələn isim cəm isim olması lazımdır. Çünki bir cütdə, bir qrupda, bir dəstədə, bir salxımda bir neçə dənə şey olur. Ona görə cəm isim olur. Burada da cəmdə olmalı idi bizim ismimiz. Bir cüt corab deyəndə iki corab olur. C bəndi doğrudur. This pair təkdə. Burada corab amma cəmdə. C bəndi doğru cavabdır. 32-ci sual. 32-ci sualda şirə istərdinmi? Əslində sual cümləsidir. İlk öncə şirənin sayılmayan isim olduğunu nəzərə alın. Few işlənər cəm isimlə. Many işlənər cəm isimlə. Both işlənər cəm isimlə. Qaldı ikisi. Əslində sual cümlələrində n istifadə olunur. Amma burada yox. Çünki bu təklif və xahiş bildirən, yəni təklif, şirə istərdinizmi formasında. C bəndi. Some doğru cavab olacaq.
Və bir də deyirəm, some təkliflərdə, bir də xahişlərdə, xahiş və təklif bildirən sual cümlələrində istifadə olunur. C bəndi doğru cavab. Gəldik 33-ə. 33-də bu 100 qaydasını izah eləmişdim. Birinci qayda odur ki, bu 100, 100, 1000 və million bu sayların önündə, qarşısında article da dura bilər. Burada rəqəmlərdə dura bilər. Hər hansı bir rəqəmlər 2, 3, 4. Hətta kəmiyyət sözləri də dura bilər. Oldu? Bir bu vəziyyət keçərlidir və burada amma həmişə cəm isim. Buranı unutmayın, həmişə cəm isim. Sonra ikinci hal nədir? İkinci halda əgər öndə kəmiyyət sözləri yoxdursa, onda 100 sözü, bircə dəqiqə bunu qırmızı ilə yazım. Öndə article, rəqəm, kəmiyyət sözü yoxdursa, onda bu 100 sözü, 1000 sözü, million sözü özü cəmlənir. Özləri s götürərək cəmlənirlər. Cəmlənəndə of götürüb sonra ismə bağlanırlar. Bax, birbaşa bağlanmırlar. Of götürüb bağlanırlar ismə, birbaşa yox. Və təbii ki, həmişə cəm isim gəlməlidir burada. Buna istisnamız yoxdur, cəm isim. Həmişə. Bunu yadda saxlayırsınız. Burada bir çox olunan qeydi səhvi deyim. Nə burada səhv ola bilər bu formada? Həm rəqəm yazıb, həm önə nəsə yazıb, həm də bu 100,000-ın axırına s yazsaz, yəni ki, həm bura rəqəm yazıram, həm də bura s yazıram. İkisini eyni vaxtda eləsəz səhv olacaq. Eyni zamanda heç birini eləməsəz yenə səhv olacaq. Yəni, nə önə rəqəm article yazmıram, nə də özünə s yazmıram. Sadəcə 100,000 sözünü təkdə yazıram, bu da səhv olacaq. İkisindən biri olmalıdır. Yəni, ya öndə rəqəmlər, article'lar, ya da ki, s götürməlidir bu. Buna diqqət edin. İndi gəlin baxaq. Baxaq. Birdə s götürübdür. S götürəndə ismə birbaşa bağlanmır. Of-la bağlanır. Bir səhvdir, bir səhvdir. 6 düzdür. 6-da s götürübdür. Of-la da ismə bağlanıbdır. 6 düzdür. 2-də dedim ki, rəqəm varsa öndə, özü s götürməz. 2 səhvdir. Amma 5 düzdür. 5-də rəqəm var, özü təkdə qalır. Bax, rəqəm olanda özü təkdə qalır. 5 düzdür. 3-də 100 sözünün önündə nə rəqəm yoxdur, nə də s-i yoxdur. Tək qalıbdır. Bu da səhvdir. 4-də amma article var. Amma həmişə də cəm isim gəlir. Article-ı allanmayın. Həmişə də cəm isimdən istifadə olunur. Doğru cavabımız article ilə olan cəm isim format, rəqəmlə olan cəm isim format, s götürüb of-la bağlanan format. 4, 5, 6. Doğru cavab C variantı olacaq. Sonra 34. 34. 34-də mən verdiyim telefon nömrəmi ondan ötürü ki, o mənə zəng vura bilsin. Bu budaq cümlənin yenə də hansı növüdür? Belə mürəkkəb cümlənin. Bax, mən ona nömrəmi verdim. Burada sozət. Ondan ötürü ki, ondan ötürü ki, o zəng vura bilsin mənə. Bu nədir ondan ötürü ki? Təbii ki, məqsəddir. Məqsəd. Məqsəd budaq cümlə olacaq burada. Məqsəd budaq cümlə olacaq. Yəni, bunların adlarına filan fikir verin, yəni ki. Məqsəd budaq cümlədə purpose. Məqsəd. Məqsəd budaq cümlə. A bəndində concession, ziddiyyət deyək. Ziddiyyət budaq cümlə. But, also, though. Reason, səbəb. Because'dır, as'dir filan. Result olur nəticə. Nəticə olur so, misal üçün. Və yaxud da so, z quruluşu. Bunlar, və yaxud da such, z quruluşu. Bunlar nəticədir. Manner, tərzdir. Tərz. Bizə lazımdır amma məqsəd. Məqsəd də purpose. D bəndi doğru cavab. 35-də biz cümlədə gerund axtarırıq. 35-də.
Və açıq-aşkar gerund nələrdən sonra gələr demişdim. 1. Gerund söz önlərindən sonra gəlir. Söz önlərindən sonra. 2. Yiyəliklərdən sonra gəlir. Yiyəlik deyəndə bura bildiyimiz yiyəlik hal ola bilər və yaxud da yiyəlik əvəzlikləri də ola bilər. Və bu iki halı yadda saxlayın. Və bir də gerund bizim dilimizə mag-mək kimi tərcümə olunur. Mag-mək formasında. Məstər. D bəndidir. D bəndində söz önü var. In və feilimiz də ing. Görürsünüz? In learning. Söz önündən sonra gələn gerund. D bəndi doğru cavab. Sonra digərlərinə baxaq. Y bəndində feeling tired, he decided to take a nap. Bu ifadəni də yadda saxlayın. Take a nap qısa yuxu, qısa mürgü deməkdir. Yorğun hiss edərək qərara gəldi ki, bir qısa yuxulasın. Bax, yorğun hiss edərək. Bu, edərək, yəni araq, ərəq kimi tərcümə olunur və tərz yaradır, tərz. Bu, participle'dır. Participle. Yəni, verb 4, yəni feili sifətdir bu. Bu, gerund deyil, bu feili sifətdir. Yorğun hiss edərək, araq, ərək. C bəndi. Əgər bir ismin qabağında durublarsa, ismi təyin ediblərsə, bunlar gedirlər feili sifət. Hansı səs? Qorxuducu səs. Vəbşi bu burada sifətdir, qorxuducu səs. Necə səs? Qorxuducu, frightening. Bu sifətdir ümumiyyətlə. Sonra, A bəndində bu davam edici zamandır. Əgər zamanın, davam edici zamanın içindədirsə, bu nə gerund sayılmır zamanın içindədirsə, nə də participle, yəni heç feili sifət də sayılmır. Participle da sayılmır, feili sifət də sayılmır. Bu birbaşa elə tense form, zaman olaraq gedir. A bəndi də getdi, Y bəndi də getdi. Burada sifətdir dedim C bəndində. B bəndi. Mürəkkəb tamamlıqda ikinci qrupun feillərindən sonra gələn ing-ni biz participle götürürük. Participle. Yəni feili sifət götürürük. Feili sifət, participle. Doğru cavabımız burada qalacaq. Doğru cavabımız burada qalacaq. D bəndi. Söz önü və gerund D bəndi doğru cavab. 36-da müəllimlər fikirlərinizi bildirin. Biraz istirahət vermək istədim. Rəylərinizi bildirin. Necədir vəziyyət? Burada bu sınaqda necə idi vəziyyət? Bəli, çətini də var, asanı da var, amma orta bir testdir. Yox, məndə fasiləyə ehtiyac yoxdur. Yavaş-yavaş. 50 sualdır da, 60 sual deyil. 50 sualdır, həll eləyəcək indi. Valla, yəni ümidim odur ki, bundan da daha asan olsun, çünki bu ikinci imtahandır. Bağlayıcılar 10-cu sinifdədir. Biz indi 10-cu sinif kitabına başlayırıq da inşallah yavaş-yavaş. Ya baxım gələn dəfədən, ya da ki mövzuları bitirək istəyirsiniz, 10-cu sinif kitabına baxarıq. Siz birinci dəfə gedəcəksiniz. Keçən il iştirak eləməmişsiniz onda müəllim. Sağ olun, xoşdur. Yəni bu sınağı izah elədim. İndi bugün onların verəcəyi sınaq təxirə düşdü. IRT-nin. Dedim ki, yəni o sınağı işləyəndə biraz məlumatlı olasınız da.
Göndərə bilərəm mən. Valla Kaspiyə başlamışdıq, sadəcə ortaq bir qərar aldıq ki, yəni o lazım deyil deyə. Görürsünüz də Kaspi formatında bir qrammatika sualı yoxdur. Qrammatika sualları çox asandır. Kaspidə ancaq başdan ayağa qrammatikadır. Sabaha hansı mövzu ilə müəllimlər? Məşğul növü keçdik. Axırıncı mövzu idi də cümlə quruluşu. Sabaha cümlə quruluşunu yazın. Ən axırıncı mövzu. Ondan sonra isim kəmiyyət qalıbdır. İsim kəmiyyəti də yekunlaşdıraq. Ondan sonra artıq direct, indirect speech-lə inversiyaya baxarıq. Yox, MHM yox. Keçən il MHM düşməyib. Sabah cümlə quruluşu ən axırıncı testi yazın. Yaxşı müəllimlər, gəlin davam eləyək. Yekunlaşdıraq. 36-cı sualda compound sentence, çox sağ olun, çox var olun sizdə. Compound sentence mürəkkəb cümlə. Mürəkkəb cümlədə 2 mübtədaya və 2 xəbərə ehtiyacımız var müəllimlər. 2 mübtəda və 2 xəbər. Compound sentence. Mürəkkəb cümlə. Həm də tabesiz mürəkkəb cümlə, yəni bir-birinə tabe olmayan mürəkkəb cümlə. Birinci, yəni əsas odur ki, 2 mübtəda, 2 xəbər olsun da. Y bəndinə baxıram. Biz səfər etdik muzeyə, öyrəndik çoxlu şeylər. Baxın, burada bir mübtəda var. Hər iki xəbər də səfər edən də bizik, öyrənən də bizik. Hər ikisi də bir mübtədəyə aiddir. Yəni burada cəmi bir mübtəda var. Bizə isə mürəkkəb cümlədə 2 mübtəda lazımdır, 2 xəbər lazımdır, ayrı-ayrılıqda. Yəni bir mübtədəyə aid 2 xəbərə ehtiyacımız yoxdur bizim. Bir mübtədəyə aid. Yəni fərqli-fərqli 2 mübtədəyə ehtiyacımız var idi. Misal üçün desəydim ki, biz səyahət etdik, şagirdlər çox şey öyrəndilər, şagirdlər. Burada ikinci bir şagirdlər mübtədası olsaydı bu mürəkkəb cümlə olardı. Amma hal-hazırda bu mürəkkəb cümlə deyil. D bəndində o keçirir həftələrini, həftə sonlarını futbolu, dostları ilə futbol məşqi edərək. Burada bir dənə mübtəda var. O keçirir. Bir mübtəda, bir xəbər var. Bir mübtəda, bir xəbər. Necə keçirir? Dostları ilə məşq edərək, bu zərflikdir. Nəyi keçirir? Həftə sonunu, bu da tamamlıqdır. Bir mübtəda, bir xəbər var burada. Bu da mürəkkəb sayılmır. C bəndində onlar qərara gəldilər ki, piknik etsinlər parkda günəşli bir gündə. Yenə də günəşli bir gün orta zaman zərfliyi idi. Parkda yerdir, piknik etsinlər, tamamlıq kimi götürək. Mübtəda və xəbər. Bir mübtəda, bir xəbər var burada. Bir mübtəda, bir xəbər. Görürsünüz. Bir mübtəda, bir xəbərlərdir bura. B variantında mən bitirdim roman oxumağı və dərhal başladım başqa birinə. Yenə, bitirən də mənəm, digərinə başlayan da mənəm. Hər ikisi mən sözünə aiddir. Yəni, hər ikisi mən sözünə aiddir. Bir mübtədamız var burada. Bu da gedir. A bəndidir. Film uzun idi. O həyəcan verici idi. Deyə bilərsiniz, həyəcan verici olanda filmdə axı. Bəli, elədir. Amma hər iki tərəfdə mübtəda var. Burada it yenə də mübtədadır. Düzdür, filmi bildirir, amma yenə də mübtəda kimi var da. Digərlərində isə, yəni ikinci tərəfdə mübtəda verilməmişdi. Görürsünüz də, ikinci tərəfdə mübtəda verilməmişdi. Yəni, hər ikisi birinci mübtədaya gəlirdi. A variantında isə film uzundur, o həyəcan vericidir, bir mübtəda, bir xəbər başdadır, bir mübtəda, bir xəbər də ortadadır. Mürəkkəb cümləmiz A variantı olacaq burada. A variantı. 37. Conditional mood. Conditional mood düşübdür. Conditional moodun düsturları vardır. Əgər zero conditional, yəni sıfır conditionalda if-dən sonra indiki sadə, digər tərəfdə yenə indiki sadə olurdu. Bunları əzbərləyək, bu düsturları. First conditionalda if-dən sonra yenə indiki sadə, digər tərəfdə gələcək will shall olurdu.
Second conditional'da if'dən sonra keçmiş sadə, digər tərəfdə would, should olurdu. Third conditional'da if'dən sonra keçmiş, bitmiş, digər tərəfdə would'un və yaxud da should'un have verb 3 forması, bitmiş forması olur. İndi biz necə tapırıq? Baxırıq ki, bizə nə veriblər? Bizə veriblər were. Bu were nədir? İndiki sadə deyil, indiki sadə deyil. Keçmiş bitmiş deyil. Bu were keçmişin sadəsidir. Bu keçmişin sadəsidirsə, digər tərəfdə mən nə qoymalıyam? Would, should'u qoymalıyam sadə formada. Amma sadə formada. Would, should'u sadə formada qoymalıyam. Harada var would, should sadə formada? Gəlin baxaq. A-da yoxdur, D-də yoxdur. Y-də bitmiş formada olmaz. Bu third condition oldu. Bizə bu lazım deyil. Bizə B ilə C lazımdır. B ilə C. Would, should sadə formada. Biz də bilirik ki, burada they varsa they would'dan işlənir. Əksər hallarda ingilis dilində yəni will ilə would istifadə olunur. Will, would. Shall ilə should'u biz istifadə edirik birinci şəxsdə. I ilə we. Biz sözü, mən sözü. Birinci şəxsin təki və cəmi. Yəni, əksər hallarda would olur və B variantı doğru cavab. 38 nida cümləsi. Nida cümləsində ilk öncə cümlənin sonuna baxmaq lazımdır ki, birinci mübtəda, sonra xəbər olmalıdır. He looked. Bəli, mübtəda xəbər. Sonra he is belə eləyəcək. It is. He look at. Things are. Bu formada olması lazımdır. İndi nə edirik? Şeydə bayaq dedim müəllimə. Deməli, indi nə edirik? İndi bir baxırıq ki, nə problem var? Gəlin başdan baxaq. Mübtəda xəbərlərdə bir problem yoxdur. Gəlin başdan baxaq indi nədir problem? Y bəndində baxın, to be feilini görürsünüz. To be. Baxın burada to be. To be necə feil idi? To be bağlayıcı feildir. Bağlayıcı. Bağlayıcı feil bizdən nə istəyir? Bağlayıcı feil nə istəyir? Bağlayıcı feil sifət istəyir də, sifət. Amma baxın, burada bağlayıcı feilə zərf yazıblar. L-yı. Bura zərf yazıblar. Burada bağlayıcı feil varsa, burada sifət olmalıydı. Gördünüz? Bağlayıcı feil varsa, sifət olmalıydı. B bəndində look bağlayıcı feildir. Amma look at, look for, look after, look like, yəni look təkdirsə bağlayıcı feildir. Görünmək mənasını verir. Amma look'un yanında artıq söz önü varsa, artıq bu bağlayıcı feil yox, əsas feildir və bu bizdən zərf istəyir. Nice yox, nicely olmalıydı. Bir də deyirəm, look at artıq bağlayıcı feil deyil. Bu bizdən zərf istəyir. Burada olmalıydı, nicely formatında olmalıydı. Bu da səhvdir. Bu da səhvdir. C bəndində. Mübtəda xəbəri çıxıram. What cümləsində Z artikli olmaz. What cümləsində Z artikli olmur. B variantında. Yenə də to be feili, to be feili. To be feili varsa sifət olmalıdır, bağlayıcı feil varsa yenə zərf istifadə olunur. Görürsünüz, yenə burada to be feili, bağlayıcı feil yenə zərf istifadə olunur. Doğru cavab A-dır. A-da baxın, look təkdir. Look tək olanda dedim, bağlayıcı feil olur. Bağlayıcı feil olduğuna görə də sifət. Lovely də bilirik ki, sifətdir. Sonunda l-yi olan bəzi sözlər lovely, lonely, bayaq var idi, friendly. Bunlar sifətdirlər. Bunlar sifətdirlər. Cavab A variantı. Bir də deyirəm. Y bəndində to be bağlayıcı feil sifət olmalıydı. B bəndində look'un yanında söz önləri varsa əsas feildir. Burada zərf olmalıydı. C bəndində mübtəda xəbəri çıxıram. What cümləsində Z artikli olmaz. B bəndində yenə to be bağlayıcı feil burada sifət olmalıydı. Doğru cavabımız A variantı qaldı. A variantında bağlayıcı feildir. Bağlayıcı feil olanda da burada sifət olur. Lovely də bilirik ki, lovelydir, lonelydir, sillydir, uglydir, sonra friendlydir. Bəzi l-yi, yəni elivay şəkilçisi olan bəzi sözlər sifətdir. Burada da lovely sifətli lookla, bağlayıcı feillə uyğun gəlir. A bəndi doğru cavab. Sonra 39. 39-da qısa cavablar.
Cümlənin təsdiqmi, inkarmı olduğuna baxırıq. Təsdiqdir. Ona görə inkarları çıxıram. Sonra nəyə baxırıq? Cümlədə neçə feil var? Cümlədə 2 feil var. 2 feil olanda birincini götürürsünüz. Has made, yəni həzi götürürsünüz. Həzi, birinci feil. Has da ola bilər, have da ola bilər. Amma artıq had götürə bilməzsiniz. Keçmiş zaman götürə bilməzsiniz. Yəni, misal üçün, burada birinci feilə baxıram. Zaman olaraq onu keçmiş verə bilmərəm, had verə bilmərəm, did verə bilmərəm. A bəndi doğru cavabdır. Bir də deyirəm, cümlə təsdiq olduğuna görə naizələri çıxdım. Sonra birinci feili götürürəm 2 feil olanda. Had keçmiş olmaz, did vapşı olmaz. Birinci feil də A bəndi doğru cavabdır. Sonra digər tərəfdə 40 simple sentence. Artıq bizdən simple sentence, yəni bizdən sadə cümlə istəyir. Sadə cümlə. Deməli, o iştirak etmədi iclasda, o yaxşı hiss etmirdi. Baxın, 2 mübtəda 2 xəbər görürsünüz. Baxın, she couldn't attend. Bax, bir mübtəda bir xəbər. She was feeling unwell. Bir mübtəda bir xəbər. Görürsünüz, bu mürəkkəb cümlə. A bəndini götürmürük. B bəndində. I finish, mən bitirdim işimi. Mən getdim idmana. Baxın, 2 mübtəda 2 xəbər. Görürsünüz, I finish, I went. C bəndində. I will stay, you need. Yenə 2 mübtəda 2 xəbər. Görürsünüz, hamısı mürəkkəb cümlələrdir. Sonra Y bəndində. We left, it was. Bunlar hamısı mürəkkəb cümlələrdir. Qalır bizə D variantı. D variantında biz izlədik, we watch. Nə izlədik? Həyəcan verici kino. Nə zaman? Nahar etdikdən sonra. Baxın, burada bir mübtəda bir xəbər var. İkinci tərəfdəki having artıq xəbər deyil və onun mübtədası da yox. Yəni bu having ing artıq bu gerund strukturdur. Gerunddur. Oldu? Müstəqil xəbər deyil. Burada mübtəda da yoxdur. Doğru cavabımız olacaq we watched. Bu hissə. D bəndi doğru cavab. Burada biraz böyük mətnləri ötürüm, baxım görüm. Birinci qrammatikalara baxaq. Gəlin birinci qrammatikaları həll edək. Bircə dəqiqə. Yazmayın ekranı müəllimlər, yazmayın. Aha. 44-cü sual. 44-cü sual article bölməsindəndir. The sun, günəş, the earth, yer kürəsi. Dünyada tək olan şeylər günəşdir, aydır, yer kürəsidir. Bunlar the article-ları ilə A bəndi doğru cavab. Mürəkkəb tamamlıq. Burada let feilini veriblər, let make. Let make bilirik ki, birinci qrupun feilidir. Let make. Ortada tamamlıq gəlir. Ondan sonra da bunlar tuzsuz feillə, tuzsuz verb ilə istifadə olunurlar. İndi burada let feilini qoyuruq, let make-i qoyuruq. Ortada tamamlıq teenagers'dır. Necə feil gəlməlidir? Baxın, bu feil choose feilidir. Keçmiş zamanda choose bir oya düşür. Verb 3-də chosen formasına düşür. Baxın, choose, chosen. Bizə verb 1 lazımdır. Choose lazımdır. ING verb 4 lazım deyil. To'lu məstər to olmaz. A bəndi doğru cavabdadır. A bəndi doğru cavabdadır. A bəndində let və choose verb 1 to'suz məstər. A bəndi doğru cavab. 46. 46-da complete the sentence. Cümlə tamamlamaq testidir. Deməli, cümlə tamamlamaq testinin bir neçə qaydaları var. Bu, bayaq sizə direct, indirect izah elədik. Vasitəli, vasitəsiz nitq. Vasitəli, vasitəsiz nitq. Onun son versiyası budur. Yəni, yadınızdadırsa, biz orada dedik ki, mən dedim ki, dırnağın içərisində sual cümləsi olsa da, dırnaq açılandan sonra o nəqli cümlə olmalıdır. Bu da dırnağın açıldığı versiyadır. Bax bu. Yəni, burada sual cümləsi olmaz. Yəni, baxın, birinci metro station, sonra was. Bax, mübtəda sonra xəbər. Baxın, mübtəda sonra xəbər. Olar. Və yaxud da passengers could, mübtəda sonra xəbər. They can, mübtəda sonra xəbər. I could, mübtəda sonra xəbər. Səhv cavab B bəndidir. Bax, mübtədadan qabağa feil keçiriblər. Bax, bu sual quruluşudur.
Dırnaq açılan versiyada sual quruluşu qalmaması lazımdır. Nəqli olması lazımdır. Mübtədadan önə feil keçməməlidir. 2 səhvdir. 2 olanları çıxıram, işim asanlaşsın. 1-5, 1-3 qaldı. Deməli, 1 düzdür. Mübtəda, xəbər, 1 düzdür. İndi mən baxıram. Deməli, hara baxıram? 3-lə 5-ə baxıram. 5-də mübtəda, xəbər, bir problem yoxdur. Bayaq yadınızdadırsa, dedim ki, sual cümləsini çevirəndə ask, want to know, bir də wonder feilləri istifadə olunur. Və dedim ki, bu feillərdən sonra zət istifadə olunmur. Zətlə to istifadə olunmur. Və deyə bilərsiniz, nə istifadə olunur? Ask, want to know, wonderdən sonra zətin əvəzinə if-lə whether istifadə olunur. If-lə whether istifadə olunur. Yəni, bu cümlədə aska görə zəti çıxırsınız, if-lə götürürsünüz. Deməli, doğru cavabımız. Mübtədadan önə feil keçəni çıxıram, 2-ni çıxıram. Oldu. Askdan sonra cümlədə ask var, zəti çıxıram. 1-i götürdüm, 5-i götürdüm. 4-ü niyə götürmürəm? Mən nə dedim? Dırnağın içərisi açandan sonra dedim, uzlaşma olmalıdır. Bizim burada ask keçmişdir. Mən can götürə bilmərəm. Bu olmalıydı. Dırnağı açandan sonra could olub keçmişə dönməliydi. Bu indiki zaman kimi olmaz. Doğru cavabımız oldu I could, if-lə, bir də was-lə. 1-5 doğru cavab oldu. Yəni B variantı. 47 mübtəda xəbər uzlaşmasıdır. Mübtəda xəbər uzlaşması. Deməli, nə edirik? Bax, burada söz önü var. Söz önünün sol tərəfinə baxırıq. Söz önünün sol tərəfinə. Burada proqram cəmdədir. Cəmdədir. Xəbər was yox, were olmalıydı. Cəmdə. Bir səhvdir. 2-də was var. Burada some deyirəmsə, some 2 cür işlənir müəllimlər. Baxın, burada diqqətli olun. Some ya cəm isimlə işlənir. Some ya da sayılmayan isimlə işlənir. Sayılmayan. Some da aiddir bura. A lot of da belə işlənir. Enough da belə işlənir. All da belə işlənir. Most da belə işlənir. Ya cəm ya sayılmayan. Balıq sayılmayan isim deyilsə, deməli burada cəm isimdir. Bu fish burada cəm kimi götürürəmsə, burada was yox, were olmalıydı. Were olmalıydı. 2 səhvdir. 1 də səhv oldu, dedik. 3-ə baxaq. 3-də zera deyirəmsə, of'un solu cəmdə olmalıydı. Piece yox, pieces olmalıydı. 3 də səhv. Qaldı yəqin ki 4-5. Baxaq. 4-də of'un sol tərəfi pieces cəmdir, have cəmdir. 4 doğru. 5-də vəkilin məsləhətləri. Burada ikinci ismə baxırıq. Recommendation cəmdir, have cəmdir. 4-5 doğru cavabdır. A variantı doğru cavabdır. Bir də deyirəm, of'un solu cəm, have cəm, recommendation cəm, have cəm. 4-5 A variantı. Doğru cavabdır. Sonra 48-də interrogative sentence, sual cümlələri. Sual cümlələrində bizim bəlli bir qaydamız var. Sual cümlələrində mübtəda, xəbər və belə normal belə cümlə quruluşumuz varsa, mübtədadan önə köməkçi feil və ya modal feil keçirməliyik sual cümləsində. Misal üçün bir səhvdir. Burada mübtədadan önə köməkçi feil should keçməyibdir. Bunun doğru versiyası belə olardı. What should we do? Bu formada. What should we do? Bu formada olmalıydı. Bu önə keçməliydi mübtədada. Bir səhvdir. 2-də deməli, mübtəda yenə buradadır. Yenə do keçməyibdir önə. Keçməliydi önə. Bu hissə necə olmalıydı? Do we have formasında do önə keçməliydi. Do we have. 2 də səhvdir. 3-də people mübtəda, bəli, modal feil keçib önə. Bəli, ya köməkçi, ya modal feil keçir önə. Burada people mübtəda, can modal feili keçib önə. 3 düzdür. 4-də 4 qaldı, bir də 5 qaldı. 5-də də natural resource mübtədadır. Are keçməliydi önə. Necə olmalıydı? Why are natural resource
The most valuable. Və burada köməkçi feil önə keçməli idi. 5-də. Nə qaldı? 3 qaldı. Mübtədadan öndə köməkçi feil. Bir də 4 qaldı. 4-də nədir? Hansı enerji mənbələri zərər vurmur ətraf mühitə? İndi 4-ə baxın. Deyə bilərsiniz, burada bəs niyə does keçməyibdir önə? Müəllimlər, belə bir qayda var ki, xüsusi sual sözü mübtəda olarsa, bu 1, mübtəda olarsa. 2, mübtədanın təyini olarsa, köməkçi feil önə keçməz. Bax, bu 2 hal. Baxın, 1, xüsusi sual sözü mübtəda olarsa, bir də mübtədanın təyini olarsa. Oldu? Tamamlıqda, zəflikdə, nə bilim, başqa şeylərdə nə istəyirsiniz eləyin, keçirin önə. Amma bizim xüsusi sual sözlərimiz which'dir, who'dur, what'dur, mübtədadırlarsa və ya mübtədanın təyinidirlərsə, köməkçi feil önə keçirə bilmirik. 4-cü cümlədə enerji mənbəsi mübtədadır, which də onun təyinidir. Bu təyin olduğuna görə bu cümlədəki köməkçi feil önə keçə bilməz. Önə keçə bilməz. Oldu? Bir də deyirəm, mübtədamızın təyinidir which. Burada köməkçi feili önə keçirə bilməzsiniz. Oldu mu? Bunu elə önə keçirə bilmirik. Ona görə də arxada qalır. Deməli, 3-də mübtədadan qabaqda köməkçi feil, bir də burada doesn't damage, 3-4 doğru cavab. 5-də why səbəb zərfliyi idi. Burada səbəb zərfliyi idi. Burada mübtədadan qabağa köməkçi feil gətirməlisiniz. Burada why mübtəda deyil. Niyə? Why niyə? Mübtəda deyil. Mübtədanın təyini deyil. Heç bir mübtədanın təyini olmayıbdır. Why ümumiyyətlə isimdən işlənməz ki, təyin olsun. Yəni, burada köməkçi feil gəlməli idi önə. Bu formada. 3-4 doğru cavabdır. C variantı. 49-da negativ sentens, inkar cümlə. Deməli, düzgün inkar cümlə istəyir bizdən. Hara baxaq, Allaha xoş getsin. They were not the same skyscraper. Aha, diqqətli olmaq lazımdır. Not, inkar. İnkardan sonra some'ın nə işi var? Baxın, not, inkar. İnkardan sonra some olmaz axı. Some olur təsdiqdə. Some təsdiqdə. İnkardan sonra some olmur. İnkardan sonra any olmalıydı. Not any olardı. Bir də deyirəm, inkardan sonra some yox. Any olardı. A bəndi səhv. B'də never də inkardır. No da, no one da. 2 inkar bir cümlədə ola bilməz. Bir cümlədə 2 inkar ola bilməz. Yəni never də, no da eyni vaxtda ola bilməz. Bu da səhv. D bəndi. Burada shop sözü necə isimdir shop? Sayılan tək isim. Sayılan tək isimin mütləq artiklı F furniture shop olmalıydı. Burada F furniture shop olmalıydı. Yəni ümumiyyətlə bu testin şərtini ancaq inkar cümlə verməsələr olardı. Sadəcə choose the correct variant yazsalar olardı. Çünki tək inkardan söhbət getməyib burada. Yəni A bəndində əvəzlikdən söhbət gedir. İnkardan sonra some yox, any əvəzliyi olmalıdır. B bəndində sırf inkar məsələsidir. 2 inkar olmaz. C bəndində article'dır. Burada mağaza sayılan tək isimdir. F furniture shop. Burada article olmalıydı. Çünki bilirik ki, 2 isim ard-arda gəlirsə, ikinci isim əsasdır və o da sayılan tək isimdir. F furniture shop olmalıydı. Bunlar hamısı səhvdirlər. D bəndində yenə 2 inkar var. Görürsünüz. 2 inkar var. Olmaz. Qalır onda Y bəndi. Y bəndində needn't əgər özü inkar düzəldirsə, onda olur modal feil, özü inkar düzəldirsə. Modal feil olanda ondan sonra gəlir to-suz verb 1. Baxın, need burada inkarını özü düzəldib modaldır və to-suz verb 1, yəni take-lə istifadə olunur. Y bəndi doğru cavab. 50-ci sualda o bir neçə dollar verdi adama. Deməli, o bir neçə dollar verdi adama, kim ki tərəvəz dükanının yaxınlığında. Deməli, necə adama dollar verərlər? Tərəvəz dükanının yanında neyniyən adama bir neçə dollar verərlər? Burada panhandling olasıdır, panhandling. Köhnə 9-cu sinifin sözüdür bu. Bu dilənçi, dilənən deməkdir, dilənən. Bunun biraz mədəni formasını tapmadım, nə deyim? Dilənən adama, əl açan adama, panhandling, yəni ki, pul verdi, bir neçə dollar verdi.
Doğru cavabımız Y bəndi olacaq burada. Burada da qaldı, mətnlərimiz qaldı. Baxaq indi mətnlərimizdə nə vəziyyətimiz var. Mətnlərimiz, yəqin ki, bu mətn hamının yadındadır. Müəllimlər, bu videoya təkrar baxın. Yəni bir neçə dəfə baxmağa çalışın. Yəni nə deyim? Təkrar baxsaz çox faydası olacaq bu testin sizə. Axıra qədər baxın bu testin, nə bilim, imtahana qədər. Deməli, mətni oxumağa çalışaq birinci, sonra suallarına baxarıq. Deyir ki, nuclear family consists of two parents and their children living together in a single household. Belə böyük mətndir, başa düşürəm, amma qısa tərcümə etmək lazımdır. Deyir ki, nükleer ailələr, bu bir termindir, nüvə ailələr gedir. Nüvə ailələr iki valideyn və onların uşaqlarının birlikdə yaşaması, bir ev altında birlikdə yaşaması deməkdir. İki valideyn, yəni ana, ata, uşaqlar bir ev altında yaşayan ailəyə nüvə ailə deyirik biz. Bu ailə strukturu ənənəvi ailə hesab olunur, ənənəvi ailə modeli hesab olunur dünyadakı bir çox mədəniyyətlərdə. Yəni ənənəvi ailə budur da, yəni ki, iki valideyn olsun, uşaqlar olsun, bir evdə yaşasınlar. Sonra nüvə ailələrdə valideynlər deyir, məsuliyyəti, responsibility, valideynlərin məsuliyyəti var deyir. Provide təmin etməkdir. Nəyi təmin etməklə bağlı? Uşaqların təhsilini, sağlamlığını, emosional durumunu filan hər şeyini təmin etməklə bağlı valideynin bir məsuliyyəti var, responsibility. Uşaqlardan da digər tərəfdən gözlənilir ki, expected, böyüyüb inkişaf etsinlər onların rəhbərliyi altında və valideynlərinin qayğısı altında böyümələri gözlənilir. Baxın, bir də digər tərəfdən uşaqlardan da gözlənilir ki, valideynin nəzarəti və qayğısı altında böyüsün, inkişaf etsinlər. Nüvə ailələr deyir, geniş şəkildə tanınır, bilinir. It is not the only family structure. Deyir ki, baxmayaraq ki, ən çox nüvə ailə bilinir, amma bu yeganə ailə strukturu deyil. Yəni, ancaq nüvə ailə yoxdur dünyada. Təbii ki, yoxdur. Bütün evlərdə indi belə pistə çıxmasın, indi xarici götürürəm, özümüzü götürmürəm. Hər iki valideyn və uşaqlar eyni bir ev altında yoxdur da. Xarici ölkələrdə nə bilim, indi biraz uzaqlaşıram mövzudan, biraz böyüyür, uşaq ənənə yoxdur, valideyn qocalar evində və yaxud da ata ayrı, ana ayrı, bu cür fərqli strukturlar da var. İndi gəlin baxaq nə deyir? Some families may include extensive relatives like grandparents, uncles or aunts living together, which is known as extended family. Bu yaxşıdır. Deyir ki, bəzi ailələrdə ola bilsin ki, deyir, daha geniş qohumlar da var. Babalar var ailədə, əmilər var, dayılar var, bibilər var, xalalar var, birlikdə yaşayırlar və bu deyir, extended family. Daha geniş ailə olaraq bilinir belə ailələr. Buna baxmayaraq nüvə ailəsi hələ də ən çox yayılan, ən çox yayılan bir strukturdur və celebrated family structure in many countries providing stable environment for children to thrive. Deyir ki, buna baxmayaraq nüvə ailə ən çox yaygın və ailə strukturunu ən çox göstərən bir ailə növüdür. Sabit, davamlı, yəni ki, bir ətraf mühit yaradır bu ailələr öz uşaqlarının thrive. Bu thrive sözünü keçən dəfə gördük. İnkişafı üçün. Ailələrinin, öz uşaqlarının inkişafı üçün davamlı bir dözümlü, sabit bir mühit təmin edir, deyir nüvə ailələr. Bugünkü dünyamızda nüvə ailənin izahatı, yəni definitionu deyir, daha da təkamül edibdir, genişlənibdir. Bir çox ailələr indi deyir, tək bir valideyndən ibarətdir. Və yaxud da eyni cinsli cütlüklər deyir, uşaqları deyir, yetişdirirlər. Same gender, bu mənə çatmadı.
Bu çətinliklərə, bir sıra çətinliklərə baxmayaraq, sevgi, dəstək, məsuliyyətimizin əsas dəyərləri davam etməkdədir. Uşaqların həyatında valideynlərin rolunu bir daha göstərməkdə davam eləməkdədir. İndi müəllimlər, aşağı-yuxarı bizə məna bəlli oldu. Yəni ki, təxminən bizə məna bəlli oldu. İndi gəlin baxaq. Yəni, birinci belə məna çıxardası olsaq, bəli, mənasız bir mətindir, məntiqsiz bir mətindir. Bu dəfə yəni biraz daha maraqlı, daha belə samballı bir mövzu verərlər deyə düşünürəm. İndi görək də, yəni bu dəfə nə düşür, necə düşür. O keçən il düşəndə də bu dedim ki, yəni bu nə başı, ayağı belə mənasız bir şeydir deyə keçən dəfə də düşünmüşdüm. Yəni buradan artıq bizə nə bəlli oldu? Bizə buradan bəlli oldu ki, daha çox nüvə ailədən danışdı. Nüvə ailədə ata, ana olan və uşaqları ata-ananın böyütdüyü, dəstəklədiyi bir ailə növündən söhbət getdi. A bəndində nə deyir? Baxaq şərtə. According to the passage, what distinguish nuclear family from an extended family? Aha. Mətnə görə deyir, nüvə ailəni geniş ailədən, yəni onun əminin, dayının olduğu geniş ailədən fərqləndirən nədir nüvə ailəni? Təxmini olaraq bilirik artıq, gəlin baxaq. Nüvə ailə ibarətdir yalnız valideyn və uşaqlardan. Extended family isə babalar, əmilər, xalalar olur. Əslində doğru quruluşdur, qalsın hələ ki. Deməli, bəli, A bəndi məntiqlidir. Nüvə ailədə həmişə deyir, ayrı bir evlərdə yaşayır. Yox, nüvə ailə ayrı evlərdə yaşamır. Nüvə ailə bir ev altında yaşayır. Bu səhvdir. C bəndi. Ümumiyyətlə, baxın, always-dir, only-dir, belə şeylərdən qaçın. Yəni, həmişə, ancaq, yalnız, belə şeylərdən qaçmağa çalışın. C bəndi. Nüvə ailə ibarətdir çoxlu sayda insandan birlikdə yaşayan. Geniş ailə isə yalnız valideynlə. Əksinə idi bu durum. D bəndi. Nüvə ailə yalnız deyir. Baxın, yalnız sözünü gördünüz. Gördünüz, səhvdir. Nüvə ailə yalnız qərb mədəniyyətində deyir, bilinir. Amma belə deyildi də. Yalnız qərb mədəniyyəti sözü getmədi. Burada hardasa var idi. Baxın. Geniş sayda bilinir, tanınır bu növ ailə. Qərb mədəniyyəti sözü yoxdur yəni burada. Yalnız qərbdə bilinir, belə bir söz yox. Y bəndi. Nüvə ailə təmin edir daha az emosional dəstək uşaqlarına. Təbii ki, yox. Burada nüvə ailə daha az emosional dəstək verir. Daha az deyə bir şey yoxdur. Yəni, nüvə ailədə bir atadır, bir anadır, bir də uşaqlar. Burada təbii ki, uşaqlara çox qayğı göstərə bilirlər. Bir də var ailədə əmi olsun, dayı olsun, bibi olsun, xala olsun, o hər şeyi paylaşır, bölüşür. A bəndi doğru cavabdır. Nüvə ailəyə yalnız valideyn və uşaqlar, extended family-yə isə babalar, əmilər, dayılar. A bəndi doğru cavab. Sonra yenə eyni mətindir, da bir də oxumuram. Burada nə deyir? Describe the role of parents in a nuclear family. Deyir ki, bu mətin deyir, bu passage nüvə ailədə valideynlərimizin rolunu necə təsvir edir? Yəni, nüvə ailəsində valideynlərin rolu nədir, yəni, mətnə əsasən? A bəndi. Valideynlərin əsas məsuliyyəti emosional dəstək verməkdir. Uşaqlardan da gözlənilir ki, ailəyə financial, maddi olaraq töhfə versinlər, contribute. Yəni, help sözünə bərabərdir. Maddi kömək etsinlər. Belə bir şey yox idi, maddi kömək. B bəndi. Valideynlərin deyir, uşaqların rifahı üçün yalnız məsuliyyət daşıyır. Amma təhsilləri üçün yox. Bu solely sözü, solely, merely sözləri only-yə bərabər məna verir. Yalnız, ancaq, təkcə mənalarına gəlir. Yəni, yalnız deyir, uşaqların sağlığına, rifahına elə bil ki, məsuliyyət daşıyırlar. İkinci tərəfdə yazıb, not for education, yəni not for education, təhsilinə yox. Təbii ki, səhvdir. C bəndi, valideynlər məsuliyyət daşıyırlar uşaqların təhsilinə, sağlamlığına, emosional rifahına və uşaqlardan da gözlənilir ki, onların qayğısı altında yetişsinlər. Bəli, C doğrudur. Baxın, valideynlər məsuliyyət daşıyırlar uşaqlarının təhsilinə,
sağlamlığına, emosional sağlamlığına və uşaqlardan da gözlənilir ki, onların qayğısı altında yetişsinlər. Under care. Bəli, C doğru cavabdır. Digərlərinə getmirəm. D-də deyir ki, valideynlər birbaşa cəlb olunmayıblar uşaqların təhsilinə. Y-də də deyir ki, valideynlərdən gözlənilir ki, uşaqlarından separate, ayrı yaşasın. Separate ayrı. Və belə bir şey yox idi, birlikdə yaşayırlar. Doğru cavab oldu C variantı. Bir də bir məntiq verim. Əgər hansı variant belə indi düzdür, biraz gülməli məntiqdir, amma hansı variant belə uzun gedirsə, bol gedirsə, daha genişdirsə, adətən o variant düz çıxır. Yəni belə görmüşəm, gördüyümü deyirəm. Sonra 43-cü sual. Aşağıdakılardan hansı deyir? Daha yaxşı reflect, əks etdirir, daha yaxşı əks etdirir mətnin baxış açısını, nüvə ailəsi mətninin baxış açısını və onun cəmiyyətdəki rolunu daha yaxşı əks etdirir. Yəni, bu mətindir, bu mətndə nüvə ailəsinin cəmiyyətimizdəki rolu hansı variantda daha düzgün əks etdirilib? Reflect. A-da deyir ki, siz sağ olun mənimlə. A-da deyir ki, nüvə ailə daha az yayılıbdır. Baxın, less common. Less. Bu less little-ındır. Little azdır, less daha azdır. Bizə amma many ilə much-ın müqayisəsi, yəni more lazımdır. More. Yəni, burada less common yox, more common. Bir dənə baxın, mətndə də elədirmi? Mətndə də elədirmi? Baxın, most common. Baxın, üstünlük dərəcədir hətta. Ən çox, ən ortaq yayılanıdır. Burada isə yazıbdır less. Bax, belə şeylərə diqqət edin ha mətndə. Azmı, çoxmu? Belə şeylərə diqqət edin. Bax, daha az yayılanıdır deyir. Bu səhvdir. B-də nüvə ailə deyir, elə bir ki, vaxt keçibdir. Geniş ailələr indi nəzərə alınır ideal ailə strukturu olaraq. Təbii ki, belə bir ideal deyə bir şey demədik. C bəndi. Nüvə ailə son zamanlarda yayılan bir fenomendir. Son əsrimizdə ancaq ortaya çıxıb. Yenə də only sözü var. Yalnız son əsrdə ortaya çıxıb. Belə bir şey yoxdur mətndə. Onlydən də qaçırıq əslində biz. D bəndi. Nüvə ailə daha az effektivdir. Digər ailə quruluşlarına baxanda daha az effektivdir. Daha az. Emosional dəstək vermək üçün. Baxın ha, uşaqlara emosional dəstək vermək filan, bunlar düzdür. Amma bura qədər gəzib bu less effective. Baxın, buradakı yenə də eyni problem ortaya çıxdı. Daha az səmərəlidirlər. Yox. Y bəndi. Nüvə ailə tipik olaraq geniş ailədən daha az stabildir və leading to poor outcomes for children və uşaqlar üçün deyir pis nəticələrə gətirib çıxarır. Y də olmadı. Burada bəs nədir problem? Bunu D bəndi mi veriblər? Kimsə D bəndi yazdı aşağıdan. A düz verilib E. Tam başa düşmədim əfsanə mənim. A düz verilib E. Hansı düz verilib burada? D düz verilib. D. Yox, bildim. O var hansını veribdi. O cavabda nə çıxıbdı? O maraqlıdır. A veriblər deyirsiniz. A-da nüvə ailə daha az yayılıbdır cəmiyyətdəki dəyişikliklərə görə. Amma hələ də deyir, sabit bir mühit yaradır uşaqlar üçün. Bunun uşaqlar üçün sabit bir mühit yaratmasına, cəmiyyətdə dəyişikliklərin olması bu düzdür. Daha az yayılıbdır, less common. Nüvə ailə daha az yayılıbdır. Bir dənə baxaq görək. Nuclear family still hələ də çox yayılğındır. Yox, testdə səhv var. Burada deyir still. Bax, still sözü var axı burada. Hələ də çox yayğındır nüvə ailə. A bəndi veriblərsə səhv veriblər. Ümumiyyətlə, yəni doğru bir cavab çıxmır burada. Yox, burada deyir daha az ortaq yayılan bir şeydir, amma daha az yayğındır veriblər, amma burada most common veriblər. Burada problem var. Bunu keçəcəm, bu sualı keçirəm. Bu bitdi deyəsə. Burada bitdi müəllimlər bu. Bu sınavımız burada bitdi. Tərcüməyə görə D olmalıdır deyirsiniz. Gəlin bir də D-yə baxın.
D bəndində deyir ki, nüvə ailə daha az səmərəlidir digər ailələrə baxanda uşaqlara emosional dəstəyin təmin olunması baxımından. Uşaqlara emosional dəstəyin təmin olunması baxımından. Deməli, emotional well-being, onların məsuliyyətində emotional well-being var. Deməli, baxaq da sürətli belə gözdən keçirirəm. Yox, deyir ki, yəni çox yayılıbdır və uşaqların inkişafı üçün mühit də təmin edirlər. Bu da var. Yox, burada mən bir şey tapmadım. Bəlkə də gözümdən qaçdı, amma bir şey tapmadım. Sadəcə bu listlərdən birində problem var. Biri bunların olmamalı idi. Biri most olmalı idi. Ya da more olmalı idi. Nəsə bir problem var burada. İmtahanda belə deyildi, yəni yadımda qaldığı qədər. Bəlkə də yazanda nəsə belə bir şey düşübdü. Belə müəllimlər. Düşməz belə. Düşsə də ki, yəni artıq görürsünüz də lazım olan yerlərinə baxırsınız. Burada sadəcə redaksiyada bir şeylər ola bilər. Videonu atacağım müəllimlər qrupa. Sabaha da ən axırıncı mövzunun 50 dənə sualını yazın. Sonra isimdən kəmiyyəti yazıb həmin kitabı tamamlayaraq ki, direct, indirect speech-ə falan baxa bilək. Oldu müəllimlər, siz sağ olun. Gecəniz xeyrə. Görüşərik.